Sən indi bu videoya özün kliklədiyini düşünürsən. Amma əgər sənə desəm ki, bu qərar belə tam sənə aid deyil, bəli, sən düşündüyün qədər azad deyilsən. Hər gün verdiyin qərarlar, nə izlədiyin, nə aldığın, kimə inandığın, bunların çoxu sənin seçimlərin deyil. Onlar sənə göstərilən seçimlərdir və arxasında böyük bir sistem var. Telefonunu götürəndə nə baş verdiyini bilirsən? Sən sadəcə video açmırsan, sən bir sistemə daxil olursan. Bu sistem sənin nəyi sevdiyini, nəyə baxdığını, nə qədər qaldığını analiz edir və sonra sənə uyğun kontent verir. Bu təsadüf deyil, bu səni platformada daha çox saxlamaq üçündür. Sən bir video izləyirsən, sonra bir də baxırsan 1 saat keçib və sən hələ də oradasan. Bunun səbəbi isə çox sadədir, dopamin. Beynin hər yeni video ilə kiçik bir mükafat alır. Bu isə səni davam etməyə məcbur edir. Bu eyni sistem qumar oyunlarında istifadə olunur. Sadəcə fərq ondadır ki, burada sən pul yox, vaxt itirirsən. Amma məsələ təkcə vaxt deyil, sənin düşüncələrin belə formalaşdırılır. Sən eyni tip videoları gördükcə eyni fikirləri eşidirsən və bir müddət sonra sən elə düşünməyə başlayırsan. Yəni sənə bir reallıq yaradılır və sən onun içində yaşayırsan. Məsələn, əgər sənə daim uğursuzluq, qorxu, mənfi xəbərlər göstərinsə, sən dünyanı təhlükəli yer kimi görəcəksən. Əgər sənə yalnız uğur və zənginlik göstərilsə, öz həyatını kifayət etməyən kimi hiss edəcəksən. Yəni gördüyün şeylər hiss etdiyin həyatı dəyişir. Bəs insanlar niyə bunu dayandırmır? Çünki bu sistem rahatdır. Sən düşünmək məcburiyyətində qalmırsan. Hər şey sənə hazır verilir. Sadəcə scroll edirsən və yavaş-yavaş öz həyatının nəzarətini itirirsən. Amma burada bir seçim var. Çox az insanın etdiyi seçim. Sən bu sistemi istifadə edə bilərsən ya da sistem səni istifadə edər. Fərq buradadır. Əgər həyatını geri almaq istəyirsənsə, nəyə baxdığını seç. Vaxtını limitlə, faydasız kontenti həyatından çıxart. Çünki diqqət sənin ən dəyərli resursundur. Unutma, əgər sən diqqətini idarə edə bilmirsənsə, həyatını da idarə edə bilməzsən. Bu sistem güclüdür, amma sən daha güclü ola bilərsən. Gördüyün hər şey həqiqət deyil, bəzən sadəcə sənə göstərilən şeydir. Beyond the screen, görünməyən tərəfə bax.